Dəyərli izləyicilərimiz, yaz, yay ayları. Oturursunuz burada, qarşınızda qəlyan, çay, soğuk, su, içkilər, meyvələr. Dincəlirsən. Nə gözəl hava var burada. Beyin dincəlir də. Bayaqdan oturmuşam burada. Operatorum Elvin deyir ki, başlayaq deyirəm gözlədə 5 dəqiqədə. Başlayaq deyirəm gözlədə 5 dəqiqə. O qədər sakitçilik idi ki, o qədər gözəl bir məhlədir ki, beyin sadəcə dincəlir. Salam əleykum. Hər vaxtınız xeyir olsun. Əziz izləyicilərim. Sizləri Şüvalanda ən gözəl məhlələrin birindən salamlayıram. Düzün deyim, heç nə geyinmədim, amma üşüyürəm. Bugün may ayının 13-ü 2025-ci il, hal-hazırda burada üşüyürəm. 5 metrənin 10 metrəyə olan qarşımda aşma hovuz. Möhtəşəm bir aşma hovuzu. Sizə bir söz deyim, bu dəqiqə operatorum düşəcək hovuza. Xahiş edirəm, biraz gəl. Gəldim, şükür. Bax, veranda, mənim arxamda söhbətgah var. Burada hazırlayırsan, içərisində mətbəxdir. Hazırlayırsan, içkiləri, yeməkləri, qəlyanı, nə istəyirsən. Gətirirsən bura, oturursan bura, dincəlirsən. İçəridə də oturmaq üçün yer var. Çox möhtəşəmdir. Bu ev boho stilində, boho dizaynına uyğun olaraq tikilib, təmir olunub. Orada yumru var. Mətbəxin, qonaq otağının, yox, üzr istəyirəm, ora yataq otağıdır. Yataq otağının qarşısında veranda var. Yumru belə bir yer düzəldib orada. Oturmaq üçün hər şey də qoyublar. Oradakı çılçıraqlar da özü bu evə gözəllik verir. Keyfiyyət superdir. Üzr istəyirəm. Yer haqqında sizə məlumat verim. Location, yerləşmə yeri haqqında. Şüvalanda yox. Şüvalanın ən gözəl tanınmış trampolinlər küçəsi. Vətən restoranın arxası çox möhtəşəm bir küçədir. Küçəni göstərək, yəni qısa olar. Çünki mən küçə maşallah çox qəşəng küçədir. Baxın, düz oradan bura qədər parking sahəsi. Bura tupikdir. Orada sağda solda 2-3 boşu var. Heç kim içəri getmir. Bu güllər burada, sarmaşıq güllər böyüyəndən sonra bura çox gözəl bir küçə olacaq. Keçdik daxilə, həyətə. Üstü bağlı 2 maşın saxlamaq üçün qaraj. Avtomatik olaraq darvaza. Sol tərəfdə veranda, söhbətgah və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Evin fasad işində, söhbətgahın fasad işində Naxçıvan daşlarından çox istifadə olunur. Olacaq. Aksesuarlar olacaq. Keç içərini də çək göstər. Keç. Deyirsən ki, bir an bunu yoxlayım, görüm yanır. Vurursan, pır. Uşaqlar bilməsin, uşaqlar yanır. Şezlonglar qoyulub ora, yelləncəklər oturmaq üçün, divan, kreslo, hər bir şey var. Ev 5 otaqdır. 5 otaqdan ibarətdir. 250 kvadratdır. 6 sotun içərisində inşa olunub. Qiymət start olaraq 485 min manat. Aşmadır hovuz, dedim. Qabaqcadan demişdim, hovuzumuz aşmadır. Palma ağacına bax. Yaşıllıq, lanşaft, gözəl bir işıqlandırması var evin. Çox sakit məhəllədə, çox. Dəhşət sakit məhəllədir. Qonşular da yoxdur. Yay da olsa belə 1-2 qonşu yaşayır. Burada da təzəsi tikilir bundan. İnşallah təmir olunacaq. Bitmək üzrədir. Onda qəşəng. Çox qəşəng. Bunlar nədir? Buna pişik məzələn. Yerləncəyi. Bilməm, ona da qoyublar. Yataq otağın qarşısıdır. Gözəldir, çılçıraqlardır. Burada da divan, kreslo, hər bir şey qoyulub. Evin hər tərəfinə fırlanmaq olur. Evin arxasında da kombi evi var. Kombi otağı. Bütün evin texniki hissəsi, texniki otağı, yəni orada yerləşir. Sağ olsun, görürsən, zibil qabı da qoyublar. Fasad işi, Naxçıvan daşı. Eşək, getdi evin daxilinə.
Gəl. Proyekt qeyri-adi proyektdir. Dəyərli dinləyicilərimiz. Ola bilər kiminsə xoşuna gəlsin, ola bilər ki, kiminsə xoşuna gəlməz. Amma həyət, evin fasadı, evin özü çox gözəldir. Ola, bəzənmə stolu. Ayaqqabıya baxmaq üçündür. Orada da aynı qoyulur. Keçdik qonaq otağı. Qonaq otağının üzbəüz mətbəx otağı. Mətbəx otağının görüntüsü həyətə və hovuzadır. Tam möhkəm, qalın, bura cam balkonlu bütöv olaraq axıra qədər də açılır. Burada, həmçinin bura. Həmçinin də bura, burada açılır. Sıyrılır, açılır. Həm bura, həm də ora. Kiçik bir dəhliz var. Burada mebellər yığılır. Düz tavana da indi olacaq. Burada da xətt çəkilir, desə çamaşırxana bura yerləşdirmək olar. Hə, orada. Yataq otağı, yataq otağının daxilində sanitar qovşağı. Aksesuarlar olacaq inşallah. Yataq otağı. Həyətə, ön hissəyə, verandaya baxan yataq otağı. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Üçüncü yataq otağı. Daxilində qardırob otağı, sonra yataq otağı. Üzr istəyirəm, sanitar qovşağı. Ürünüzü çəkmişiniz, maraqlı çəksiniz. Ancaq mənə nəzər tutdururuz. Gülürsən. Sən bir də hovuz ata bilsəydi. Yayda da hava soyulur. Bu da dördüncü yataq otağı. Evin arxasına da baxalım yəni. Oo, evin arxasında yaşayan otağı. Gəl. Gəl. Əla. Super. İstədiyim texniki otağı və evin arxasında. Bitdi. 250 kvadrat ümumi yaşayış sahəsi olan 6 sotun içərisində inşa olunmuş boho stilində qeyri-adi bir proyektə malik olan bu evin təqdimatını bitirdim. Gecə də olsa. Çox qəşəng. Əziz izləyicilərimiz, inanın Allaha ərazi çox sakitçilikdir, çox qəşəngdir. Adamın beyni dincəlir bax burada. Alırsan yeməyi, içməyi, gəlib oturursan burada həyətdə. Səhər gedirsən işə, axşam saat 6-7-in yarısı işdən çıxırsan gəlirsən bura. Ömür artır, yaş uzanır, beyin dincəlir bu ərazidə, bu bağda. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.